Bayram tətilində Cənub bölgəsinə, o cümlədən də Lənkərana gələnlərin sayı çoxdur. Lənkəranın sitrus bağları və çay plantasiyaları həftə sonları və bayram tətillərində istirahət üçün ideal məkan hesab olunur. Bayram ərəfələrində və tətil günlərində əsasən də həftə sonları daha çox Cənub bölgəsinə həm yerli, həm də xarici turistlər üz tutur. Lənkərana daha çox sitrus bağlarına və çay plantasiyalarına üz tuturlar. Milli geyimlərdən istifadə edərək çay yığımına başlayır, ləzzət alır, təbiətin qoynunda istirahət edirlər. Gəldik, burada kivi, limon, mandarin, feyxo bağları var. Hektarlarla da istədik gələk buranı gəzək. Həm yaxşı vaxt keçirək, həm də təbiətin qoynunda meyvələri özümüz dərək dedik. Azərbaycanda həqiqətən də ekoturizm inkişaf edibdir. Göz qabağında burada istirahət günlərini insanlar seçib ki, gəlsinlər, havada keçirsinlər. Özləri öz əlləri ilə meyvələri dərsinlər. Təmlarından daddıq, meyvələrindən daddıq. Çox xoşumuza gəldi. Hazırda Cənub bölgəsindəki istirahət məkanlarında boş yer tapmaq müşkül məsələdir. Turistlər ilk növbədə içəri daxil olub çay plantasiyası ilə tanış olurlar. Çayın yığımı ilə, sonra çayın emalı ilə, çay hansı mərhələlərdən keçir onlarla. Ən çox xarici turistləri maraqlandıran milli geyimlərimiz olur. Bizim Lənkəranın milli geyimləri, fotosesiya eləyirlər çay plantasiyasında. Sonra bizim milli mətbəxdən dadırlar. Bayram tətili hələ davam edir. Rauf Əhmədov, Nuranə Tələt qızı, Zəhra Rızayeva, ASTV.